barmağımız, bilirik bu bizim üzük, nikah və ittifaq barmağıdır. Həm şərik olan situasiyalar, həm də ki, ailə qurduğumuz, nikahda olduğumuz insanla əlaqədar olan barmağın problemidir. Belə bir nümunəm var. Bir inanclı, katolik kişinin barmağının başlanğıcında əmələ gəlib. Bax, burada. Sümük var burada. Burada. Və ilk növbədə nə düşünmək olar? Üzük barmaqdır və bizim psixologların ilk sualı olacaq ki, xəyanət etmisinizmi? Adam deyir ki, yox, mən heç vaxt xəyanət etməmişəm. Və sonra ortaya çıxır ki, belə bir hal baş verir. Bayram üçün adam ailəsi ilə səyahətə çıxır. Adam həkimdir və 8 saatlıq iş günündən sonra ailəsi ilə bir yerdə 3 saatlıq rulda oturur adam və bunlar gedirlər, bu xaricdə olan hadisədir. Bir şəhərə gedirlər, 3 saat yol gedirlər. Və gəlirlər Holiday Inn otelinə. Və rezervasiya olunublar burada və gəlirlər otelə. Otel deyir ki, yox, siz burada rezervasiya olmamışsınız. Bunlar minirlər, gedirlər başqa Holiday Innə. Bu Holiday Innə də gedib çatırlar. İkincidə də deyirlər ki, bu həmən otel deyil. Deməli, bu şəhərdə 3 dənə Holiday Inn oteli varmış. Və kişi hissənir. Kişi hissənir və həmən o barmağının sümüyünü vurur rula. Və arxadan 3 dənə qızı var bunun və arvadı oturur. Bunlar başlayır ağlamağa. Və bunlar ağlamağa başlayarkən kişi etdiyi hərəkətə görə utanç hissi keçirdir. Və utanç hissi keçirdəndə peşmançılıq, utanc nə demişdi? Zihnin problemi nədir? Konflikt nədir? Utanc və peşmançılıq. Bir neçə gündən sonra məhz burada, həmən o rula vurduğu yerdə zil çıxır.